Tam-tamına bir ayda bu videonu gözlədiyinizi bilirəm. Bugün Qurban olun millətimənin 73-cü bölümü ilə qarşınızdayım. Bəli, bir aydır ki atmıram bu videonu. Niyə atmıram deyə soruşacaq olsanız, kifayət qədər sevmirsiniz, əvvəlki qədər sevmirsiniz. Bu bir reallığına görə də kanalı Qurban olun millətimə ilə doldurmuram da əvvəlki kimi. Əvvəl həftədə 2 dəfə atırdım ya, o izzi büyük. Nəysə, bugün yenə Azərbaycan TikTokunda baş verən gizli videolara, xiyar-xiyar videolara, özünü gülünc vəziyyətinə qoyanlara, özünü axmaq kimi aparanlara baxıb reaksiya verəcəyik. Əgər bu videonu bəyənsəniz, bir dənə like atmağı unutmayın deyirəm və keçirəm görə elə qarşınızda nə tər videolar çıxacaq. Evet, başladıq. Türkiyə bu videonu görsə bizi qardaşlıqdan çıxardacaq, zibilə qal. Biliyorsunuz ki, bu nə sortdur belə. Tema bilirsiniz nədir? Başlayanda çox nazik səslə başladı. Mən dedim ki, nədir də yəni bu. Amma sonradan səsi qalmış. Nə tər olur bu? Neçə yaşın var? 26 yaşım var. Harda qalırsan? Əcəmdə qalıram. Oxuyursan yoxsa işləyirsən? Oxuyub qurtarmışam, işləyirəm. Məndən də soruş da, Bespantov. Qatılıram. Niyə sən soruşmusunuz? Başa düşmürəm. Yəni burada elə bir məhkəmədə zətdə sorğu-sual edir. Bunun səbəbi bilirsiniz nədir? Uşaqlar, o sizi istəmir deyə sizin həyatınız ona maraqlı deyil. Yayda təkcə kondisyoner var deyə boş-boş gəzindiyim market. Bu adam eyni mən. Həqiqətən bunu eləməyən varsa nə bilim də yəni. Təsəvvür elə ki, toyumuz. Aha, restoran ucuzdur. Nə restoran? Zarafatsız səviyyədən söz deyim. Yəni bu tipdə videoları bu arada 2020-ci ildə falan çəkirdilər də. Amma ki, yəni tək başına çəkmirdi. Adam bir yanında qız falan vardı. İndi qardaşın yanında qız yoxdur deyə pis olur. Qız olsaydı yaxşı olacaqdı. 2004-cü ilin video montajı. Mənim doğulduğum ildir bu arada. Uşaqlar bilməyənlər varsa gəl. Bu nə lan? Bu arada sizə bir də söz deyim. Bu şey mən demişəm məncə yəni yaşı çox olanlar böyük ehtimal eləyib də yəni. Videonu dayandırma tuşu var idi. Məsələn, bir dənə əşyanı qoyursan, videonu dayandırırsan, sonra biraz qabağa verirsən, sonra videonu dayandırırsan, yenə biraz qabağa verirsən, video baxanda o irəliləyirmiş kimi görsən hələ. Əvvəllər dizi filmlərdə bu məntiqlə düzəldirdilər mənim fikrim. Uşaqlar siz neçənci ildə doğulubsunuz yazın yorumlara. Qorxulu kinolardan manyaklardan necə qaçırlar? Yuxularımda mən, bu arada yuxularımda məndə belə olur ha. Yəni qaçmağa çalışırsan, ayağım işləmir. Sən necə yuxusan, ayağım var işlət də ala. Eynilə bu axmaqlıq da olur həmin o qorxucu olanlar olanda. Mahnı dinləyə-dinləyə yatmağa qərar verdim. Atışmamış əlimə yapış şeytan. Mən mahnılardan xahiş edirəm. Amma siz mahnı çıxartmışsınız, sizə çox xahiş edirəm. Bu arada naş tağa-tağa yata bilən var həqiqətən. Mən yata bilmirəm naş tağa-tağa. Çox narahat edir adam qurağım. Bu qıza necə dözürsən, nə əcəb hələ dəli olmamısan. Yəni bir şey başa düşmədim və indi bu kişi yerində olan qızdır yoxsa oğlandı? Tema tuta bilmərəm Allah haqqı. İlgi istəyir ablası, başa düşsə, ilgi istəyir, başa düşsə. Nə belə olsa, 90 yaşın belə olsa, ilgi bizim dildə nədir? Yaxşı. Gəl indi bunu fikirləşək. İlgi bizim dildə nədir? Sonra deyirsiz ki, Azərbaycanda türkcə danış. Bakıda nə qədər çırıq varsa hamısını Allah nədir? Əsl mənasına qoydum mənə. Barmağıma bax, barmağım buradan çıxıb. Gəldi belə qoydu cibimə, elədi bir də. Qaqaş tam olaraq nə satır belə? Amma yaxşı biznesi var. Biraz danışıqla fikir ver. Mən sənə Mənə dedim, pop yəni oğlan qeyrət söhbət elə. Başa düşdün? Milliyəni basmaşını sulamat. Yazım ki, qaqaşın havanı sevələ düşür. Sən bilirsən, yəni böyük ehtimalı zaten qabağında hiss ediyordu. Adam belə eləyir bax kamera arxasında. Hovuz tikdirmək üçün böyük büdcəyə Hovuza elə şeylər eləmə, xahiş edirəm. Bu videoya baxan xanım, icazə ver, sevim səni. Xanım? Aha. Oğlan sənsən. Halal olsun. Oğlan Halal. sənsən. Şükür Allah oğlan ol. Oğlan hərəkət elə. Mən eləyirəm. Həm də oğlandır. Oy zübül. Qardaşım sözü soxdu, zibilə qal. Allah xoşbəxt eləsin. Bizi vəfasızlar oyansın, bizim sevgi. Əminəm ki, bəzi evliliklərdə daha xoşbəxt olacaqlar. Biraz ki, təbrik edirəm kişilər. Kağız, üçlər. Klub, üçlər. Salfetka, üçlər. Ancaq bayraq, üçlər. Halal olsun belə uşaqlar. Həqiqətən də belə uşaqlara qabağa vermək lazımdır. Bu videonun yorumlarını Azərbaycan bayrağı ilə doldurun. Uşaqlar tez eləyin. Ölkəsini sevən bu video like. Bu mən. Bəs siz də bir-birinizi doğacaq, xahiş edirəm. Pinterestdən şəkil götürüb profilə qoyuna qədər heç olmasa biraz özünüzün güvənini artırın da. Özünüzü inkişaf etdirib özünüzü qoyun profil. Onda daha yaxşı olacaq, əmin olun. Əslində sadəcə meyvə yemək istəmişdim. Nə oldu ki? Videonu sadəcə başa düşməyən mənəm. Uşaqlar videonu başa düşən varsa yazsın yorumlar. Bu arada sözü əsl mənasında başa düşmədim də yəni. Yargılamaq üçün demirəm, ancaq həqiqətən başa düşmədim. 10 manata ingilis dili kursuna yazıldıqdan sonra mənim performans. Can you see
İyak. Ruslana yazır kimsə, Ruslana yazır. Ruslan, necə sən sualını verməyin, yaxşı olsaydı çoxdan yatardı. Aydı. Bu yorumlar niyə belədir? Bir də yorumlara baxın bir də. Yorumlar niyə bu cündədir? İnanarsınız sizlər Allah. Dayı quruzları görmürsünüz. Yəni dayını niyə lağa qoyursunuz? Hətta hamı öz tayını tapır da sən öldürün. Bir dənə biz öz tayımızı tapa bilməmişik deyəsən. Yaxşı bir xanım axtarım evlənməyə. Xanım axtarsan evlənməyə? Elə biri var ki, mənə yazsın. Elə biri. Elə biri. Uşaqlar tez yaz. Gözəl xanım axtarım, qəşəng bir xanım axtarım. Mənə evlənməyə. 42 yaşım var. 44 yaşım yanılır. Gözəl xanımın bu videodan xəbəri var. Bir yazıb ki, evlənməyə, yox, yeməyə. Videoda araq yiyəcəklər uşaqlar. Siz də aldınız o iyi. 61 yaşlı nənənin lüt şəkilləri ilə şantaj eləyir. Martın 7-sindən tanış olmuşdum onunla. Bir-iki gün tanışdıq. Sonra pula ehtiyacım vardı. 100 manat mənə pul göndərdi. Bir müddət tanışandan sonra şəkillərimi atmışdım. Ölkədə verən ən normal hadisədə sən öldürəm. Yəni hələ bu nədir ki o birislərin yanında? Biz dostluğumuz döyüləndə durub baxmırıq, oturub baxırıq. Rəş döysəydi mən. Bes kasıb. Müsaad Fəxri. Pis tərəf bilsinlər uşaqlar. Bu adam öz hesabını paylaşıb bunu. Bəli. Yanlış anlama. Fırlat, fırlat. Fırlat. Ay kız ne inirsən? Fırlat, fırlat. Bu arada bu videoda bir zarafatı başa düşməyib adamlar. Fırlat deyəndə arxasına aparır. Onu səhv başa düşüb insanlar. Normalda fırlatmaq, vurmaq sözü biz bilirik də, yəni bilmirəm artıq hansı zonaya aiddir bu. Fırlatmaq sözü, vurmaq sözü oğurlamaq mənası gəlir. O da arxa cebinə qoymağa çalışır. Yəni səhv başa düşmür. Yəni fəsadlığa ehtiyac yoxdur, yəni başa düşürsüz. Fırlatmaq, vurmaq sözü oğurlamaq sözünə işləyərdi. Ölkənin muziki bilmirəm kimdə, Divasa özüməm. Bunu hamı bildi. İstidir havalar varım da pul var 1-0 ömrüm. Ərgənliyim tavan olanda belə videolar çəkmədiyim üçün həqiqətən də özümə şükür eləyirəm. Uşaqlar, əgər 15 və 20 yaşları arasındasınızsa, belə şeylər eləməyin, xahiş edirəm. Çünki gələcəkdə baxıb həqiqətən də utanacaqsınız. Öf, çantama pullar da yerləşmir. Yeni arıqlamışam, hər şeyinimə böyükdür. Asmağa yeri yoxdur. Bu da ağzına qədər doludur, bağlaya bilmirəm. Allah hamıya belə dərdlər verir. Yay gələn kimi günəş şüasına qarşı bizim iyrənc istifadəmiz. Reallığı əks etdirən videoları həmişə sevmişəm. Həqiqətən də bu realdır əfəndim. Son zəng məzunları Barbie rəqsi. Yəni utanmadan belə rəqs eləyə biləcək bir sinif qrupum olsaydı, həqiqətən də çox sevinərdim. Bəlkə lazım olar deyə nömrəsini yaddaşa vurduğum Metlaq ustasının WhatsApp statusu. O günlərdə kombimiz xarab olmuşdu. Kombi ustasının nömrəsini aldım, sonra yaddaşa vurdum da WhatsAppda. Sonra gördüm ki, Sibrizdə gedib ayaqlarını çəkib statusa qoyub. Kişilər bu videonu görüb zordur deyib keçərlər. İçində daha bir qəribəlik. Belə ki, artıq böyüklər də soska əməcək. Nə? Səbəbi isə stress və narahatlıqla mübarizə, böyüklərin əmciklə rahatlıq tapması. Bu haqda çox qəşəng zarafatlarım var, amma zarafatlarımı özümə saxlasam yaxşı olar. Bu haqda düşüncələriniz nədir? Yorumlar qisminə yazın. Görüm hələ mənim fikrimdə olan bir insan çıxacaq. Zəngləşib düyüt səsinin insanı dolamağı. Alo. Bu adam var bu video desə 4-5 dəfə çıxdı, sən öldürəm. Ancaq videolar həqiqətən zordur bu arada. Həqiqətən xoşuma gəldi bu adam. Bu adam qabağa çıxmaq lazım. Ruslan bıyırımını. Müəllim, bu yeyəcəksiniz? Yox. Onları götürün. Götür. Sağ olun müəllim. Bəli, hadisə yerindəyəm. 14-30 radələrində düşüb təxminən. Gəl. Müəllim, təxmini 120 qram lazımdır. 120 qram. 5 qarışqa bəs eləyəcək. Tapşır gəlsin. Oldu müəllim, oldu. Videonu gördünüz də yo. Baxın videonu gördünüz də yo. Bir də bu videoya baxın. Are you still gonna eat that? No. Thank you, kind sir. $10.20 over here. Yeah, come on. You need about 13 ants over here.
Yeah, that's a classic 1020. We need about 10 to 20 ends, I would say. I got delivery, special delivery. Bir fərq gördünüz? Mən də görmədim. Məsəl üçün mən birinci qaqaşlara heç nə demirəm məsələn. Xaricilərdən alıblar videonu və özləri seçiblər. Kifayət qədər də yaxşı like alıblar. Adamların yorumlarına bax, yəni. Adamların yorumuna bax elə. Çox zor kontent axı. Digər heyvan çox gülməlidir. Təşəkkürlər ona. Çox qəşəng videodur. İdeya və təbriklər. Mizahımız artır, pik, ay kreki falan filan da. Yəni görürsüz adamlar bir nəfər qıramır ki, xaricilərdən video fikri alıb çəkiblər deyə. Əksinə baxanda adamların mizahını təqdir edirlər ki, çox zor mizahınız var, çox qəşəng video çəkibsiniz. Yəni belə videolar artmalı falan filan deyə. Həmin videonu mən çəkəndə hə, oradan oğurlayırsan, buradan oğurlayırsan. Qaqa niyə video fırladırsan? Niyə video fırladırsan deyə yorumlarda tökülüşürlər. Nədir bu insanlar məndən niyə yaraqlıdırlar? Həqiqətən başa düşə bilmirəm. Yəni sizin gördüyünüz kimi, yəni təkcə bu deyil də, yəni Azərbaycanda bəlkə bütün bloqerlər yəni bunu eləyirlər. Prosta amma mən eləyəndə bir dənə mən problem olmuram. Başa düşmürəm ki, bu milləti məndə yandıran tam olaraq şey nədir? Bilirsiniz nədir tam olaraq? Yazın yorumlara. Mən bilmirəm. Eləklər son dərəcə normal bir şeydir. Mən də eləyəcəm, eləməyə də davam edəcəm. Siz ağlamağa davam edin. Nəsə bu video bu qədərdir. Ümid edirəm sevdiyiniz bir video olmuşdu. Sonda əsəbləşmədən qutara bilmədik bu videonu. Daha çox qurban olmayı etmək istəyirsə, dediyim kimi 3000 like atmağı unutmayın deyirəm və bu videonu burada sonlandırıram. Gələcək videoda görüşmək üzrə.